İnsan öləndən qiyamətə qədər bütün elədiklərinə cavab verəcək əslində. Bir-bir, neynəmsən hamısına cavab verəcəksən. Qiyamətdən ya hamı qorxur, o ən çətini odur. Ona anda adama soruşacaqlar ki, Tanrım kimdir? Necə Tanrı, la ilahe illallah filan, bəs mən filan həccə getmişəm, belə eləmişəm. Ay bir daha deyən, Tanrın kimdir? Göstərəcəklər ki, sənin Tanrın öz prinsipidir. Sənin Tanrın, məsəl üçün, birinin Tanrısı puldur, birinin Tanrısı nə bilim, qadındır, birinin Tanrısı var dövlətdir, hakimiyyətdir, idarəçilik də, yəni o mənada, hakimiyyətdir, gücdür, iqtidardır, filandır. Sən demə, bu hardan bilinir? Bir ömür neyin uğruna yaşamısan sən? Həqiqətənmi bir adamla söhbət eləyəndə, bir mövzunu araşdıranda, həqiqətənmi sənin ürəyin yanıb ona həqiqəti başa salmaq istəmirsən, yoxsa burada bir dənə soyuq müharibə gedib, sözün altında qılınc, qalxan var ki, mənim söhbətim üstün olsun, mən bunu bağlayım, mən bunu filan eləyim, yəni ki, üstün danışım bundan.